Deməli, Dəniz, birinci gəldik nəyə? Birinci spirtlərə, spirtlər özləri nələrə bölünür? Əgər tərkibində hidroksil qrupu görərsənsə, bir karbohidrogen radikalı və bir dənə radikal və həmçinin OH görərsənsə, bir üzüm maddənin tərkibində bil ki, bu artıq spirtlərdir. Spirtlər radikalına görə, doymuş radikalına görə, doymamış radikalına görə, fenil radikalına görə, benzil radikalına görə bölünürlər doymuş spirtlərə, doymamış spirtlərə, doymamış, bir də fenollara, bir də aromatik spirtlərə və aromatiklərə. Necə? Əgər radikal belə yazılarsa, doymuş nə deməkdir? Məsələn, biz keçmişik ki, doymuş alkan deməkdir də. Bax, CH3, CH2, OH. Bax, tərkibində əgər alkan varsa, doymuş bir radikal varsa, OH-a birləşən radikal nə deməkdir? Yəni buna birləşən də. Əgər buna birləşən alkandırsa, olur doymuş. Yox, əgər bu OH-ın yanında 2 qatlar, 3 qatlar gördünsə, olur doymamış. Məsələn, CH2, CH, CH2, OH. Tərkibində 2 qat var. Nədir? Doymamışdır. Çünki doymamışlar 2 qatlarla, 3 qatlarla işarə olunur. Bunlar doymayıblar. Bunlarda xarakteri xüsusiyyətləri belə idi. Fenollarda, əgər fenil radikalı varsa, fenil radikalı necə yazılır? Belə. Əgər fenil radikalı varsa tərkibində, bu artıq olacaqdı fenollar. Yox, aromatik spirtlərdə necə olur? Benzil radikal olur. Aromatik nə idi? Benzollar da, benzin. Bax belə. Əgər tərkibində benzol həlqəsindən və bu quruluşdan ibarətdirsə, bu olur aromatik spirtlər. Yəni benzil radikalı varsa, OH-a birləşən benzil radikalıdırsa, olur aromatik spirtlər. Yəni bölünür. Bu qaydada olur. Gəldik birinci indi doymuş spirtlərə. Doymuş spirtlər. Doymuş spirtlər nədir? Əgər molekulunda doymuş karbohidrogen radikalı ilə birləşən bir və bir neçə hidroksil qrupu varsa, yəni OH qrupu varsa, buna deyirlər doymuş spirtlər. Məsəl üçün, bax, doymuş bir atomlu spirtlər belə. Tərkibində bax CH3 var, OH var. Gördün? Bu nə oldu? Bu oldu doymuş spirtlər. Niyə? Çünki baxıram tərkibindəki nədir? Alkandır da bir qatla birləşibdir. Olur nə? Bu olur doymuş bir atomlu spirt. Bəs bir atomlu nə deməkdir? Çox atomlu nə deməkdir? Bir atomlu tərkibində bir dənə OH qrupu olur. Doymuş bir atomlu spirtlərdə. Və bunların ümumi formulları isə CN, H2N topla 1, OH və ya istəsən belə də yaza bilərsən. CN, H2N topla 2O. Niyə? Çünki bax burada bir dənə baba bir dənə hidrogen burada, bir dənəsi də burada. İstəsən 2N topla 2O. Belə də yaza bilərsən. Fərqi yoxdur. İki cürə də doğrudur. İstəsən bu hidrogeni buna birləşdir yaz, istəsənsə belə OH kimi yaz. Bir atomdan belə daha rahat ki, yadda qalır da, onsuz da ki, spirtlər OH ilə işarə olunur. Bir atomlu da deyəndə 2N topla 1 yazsın o qaydada. Bəs yaxşı, bunlarda necə olur? Bu qrafik formulları məsələn sənə verəcəkdir. İlk nümayəndəsi bu arada N, yəni N birdən başlanmalıdır, 1-ə bərabər olub başlanmalıdır. Məsələn, metil spirti verəcək. Metil spirti necə yazılacaq? Bax, C bura 1 qoyursam, metil spirti 1 qoydum. Hidrogen neçə olacaq onda? Hidrogen 2-nə vursan 1-ə 2, üstünə 1 gəlsən 3 eləyir. Nə OH oldu? CH3OH. Nədir bunun adı? Oldu metil spirti. Və biz ondan da əlavə onsuz da ki bilirik ki, metan, etan, propan, butan, heksan, heptan, nonan, dekan, biz bunları hələ alkanlardan keçmişdik. Bir dəqiqə Oradan bölüm. bir yaxşı. Arada qaldım. Mən dedim ki, alkanlardan biz bilirik də, onsuz da radikalların adını. Metan necə yazılır? Etan, propan. Baxıram CH3-dür. Nə deyəsən metil. Demişəm ki, əgər hidrogenin birini qopardıramsa, olur bu an ilə çevrilir. Bu CH4 metan deyil. Görürsən CH3 olanda olacaq metil.
Adı belə olur. İndi tərkibində CH3 görürəm. Nədir? Metil spirti. Və ya da sənə verəcək belə. C2H5OH. Bax, C2H6 sən bilirsən ki, etandır. Biri qopur, deyirsən etil spirti. Vsyo, bu da olur bunun adı. Sonra gəldik. Bunlarda polyar kovalent rabitənin sayı dedik. Ümumisi necə yazılır? Cn H2n topla 1 OH və ya dedim Cn H2n topla 2 O. Belə də yazıla bilər. Bəs bizə desə ki, polyar kovalent rabitə sayı. Polyar kovalent rabitə nə deməkdir? Polyar kovalent rabitə ümumiyyətlə Bir bilirsən ki, metan olan aydın. fərqli-fərqli. Bəli, əgər eynidirsə qeyri-polyar olur, müxtəlifdirsə polyar olur. İndi polyar deyirsə ümumi karbonla oksigen arasında biz olan nə qədər rabitə varsa onları nəzərə alırıq. Karbonla oksigen arasında nə qədər rabitə olacaqdır? Karbonla oksigen arasında, karbonla hidrogen arasında ümumi. Bax bir dənə. Dənə. Yox. Bax, düşün ki, bax karbonla hidrogen, bax Cn, H-gen, lap belə bununla gedək. Bax, burada biz nəyi tapmalıyıq? Karbon oksigen atomları arasında bir dənə polyar rabitə var da. Karbonla oksigen arasında bir görsən bircə dənə oksigen var. Karbonla oksigen arasında bircə dənə rabitə oldu. Belə bir dənə müxtəliflik yaranacaqdır. Sonra karbonla hidrogen arasında nə qədər müxtəliflik yaranacaqdır? 2n topla 1 burada, bir dənə də burada. 2n topla 2 qədər də olacaqmı? Karbonla hidrogen arasında nə qədər müxtəliflik yaranacaq? 2n topla 2 qədər. Ümumi bunları toplayanda nə eləyir? 2n topla 3 eləyirmi? Vsyo. Demək polyar kovalent 2n topla 3-üymüş. Başa düşdün? Bax, yenə deyirəm. Polyar rabitə var, bir də qeyri-polyar var. Qeyri-polyar o deməkdir ki, eyni atomlar arasında, məsələn, karbon-karbon arasında isə hə, qeyri-polyarlar götürəcəm. Polyar deyəndə müxtəlif rabitələr götürməlisən. Mən bilirəm ki, karbon bir dəfə hidrogendən müxtəliflik təşkil edəcək. Karbonla hidrogen arasında 2n topla 1 burada, bir dənə də burada. Yəni 2n topla 2 qədər fərq yaranacaqdır. Yəni 2n topla 2 qədər rabitə olacaqdır. Karbonla oksigen arasında bircə dənə oksigen var da, bir dənə karbon, bir dənə oksigenlə birləşəcəkdir. Bir dənə də burada. Ümumi rabitə sayı nə qədər olur? 2n topla 3. Deyirik ki, polyar kovalent rabitənin sayı olur 2n topla 3. Aydındır bura qədər. Aydın. Yaxşı. Yəni əzbərləməyək düsturları qəti şəkildə. Sadəcə başa düş. Sonra gəldim nəyə? Qoy belə eləyim. Elə bunu rahat görək də. Bizə desə ümumi siqma rabitələrin sayı. 10,1. Deyər Ümumi. 3-ən. Ümumi siqma deyir. Siqma rabitələrin sayı. Bax. 3-ən. Nə qədər? 3n. 3n nə? Denən görüm səsin qırıldı. 3-ən topla 1-dir. Atom çıx 1-də axı. Aha. 1-də çıxıram 3. Yox, 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 elə yox. Bax, siqma rabitələr dediyinə görə polyarla qeyri-polyar rabitələrin cəminə baxırsan. Burada ümumi nə qədər olacaqdır? Bax, bunlar bayaq dedikdə, bax bu isə 3n topla 2 bu, bir dənə də burada. Bax, bir dənə də burada yazıram. Bax, 3n. 3-ən topla 3 oldu. Ay sol. 3n topla 3. Bir dənə də burada. 3n topla 3 oldu mu? 3n topla 2 bu, bir dənə də burada. Demişəm siqma rabitələrin sayını tapanda nə edirsən? Birini çıxırdın. Nə qaldı? 3n topla 2. Vsyo. Başa O biri düşdün? neçədir? 2-ən topla 2. Səsin çox belə pis gəlir, eşidə bilmirəm nə deyirsən. Deyirəm ki, o biri 2-ən neçəydi? 2-ən topla neçə? 2n topla 2-dir. Polyar, Hə, polyar deyir. o Yazdım. polyar 2n topla 3 idi. Polyar kovalent 2n topla 3 idi. Orada Elə polyarda bildi, nə etmişdin? Fərqliliklərə baxmışdın. 2n topla 2 idi, biri də buradaydı. Olmuşdu 2n topla 3 fərqliliklər. Karbondan yaratdıq. Siqmada isə hamısını topladım, 1 çıxdım. 3n topla 3 çıx 1. Aydındır? Əvvəlki qaydada heç nə dəyişmirik. Nəyi başa düşmədin? başa prosta şey yadımdan çıxdı. Nə? Düstur, onu demək. Hə, düsturu əzbərləmə. Yenə deyirəm, bax, polyar dedi bizə. Polyar deyəndə nətər tapırıq? Dəniz, polyar soruşdu. Polyar Polyar deyəndə nə? deyəndə Polyar nə deməkdir? karbonla Polyar karbon müxtəlif, arasında. müxtəlif atomlar arasında deməkdir. Karbonla oksigenin arasında bir dəfə baxasan, karbonla oksigen arasında bircə Bir dənə dəfə fərq. də karbonla Bir hidrogen. dəfə də karbonla hidrogen. Bir dəfə karbon hidrogen 2-yə topla 1-dir, bir dəfə də 1. 2-yə topla 2 eləyirmi? Vsyo. Cəmi bunları toplayırsan 3-yə topla, daha doğrusu 2-yə topla 3. 2-ən Vsyo. topla 3. Bəli. Burada da 3-ən topla 2. Siqmada. Siqmanı tapanda da nə elədik? Atomları demişəm. Siqma rabitənin Atomlar bir. bütün üzvlər üçün, bəli. Keçəri bir dənə düstur demişəm. Cn, bu H2n
N topla 2 o değil. 2 topla Atom 2. çıx 1. Burada ise hamısının atomunu topla. Ne eləyir? 3n 3 bölü topla 3 3 sıx 1 3n 2. topla 2. 3 bölü Gördün? Hamısı üçün keçərli düsturdur. Da qalandakı ümumi atomdur, həm nisbi molekul kütləsi sadı. Bunlardakı onsuz da bilirik, təbii də demirəm. Əsas bu ikisidir. Gəldik nəyə? Hidroksil qrupun birləşdiyi karbon atomunun növündən asılı olaraq bu doymuş bir atomun spirtləri bölürlər birli spirtlərə, bölürlər ikili spirtlərə, bölürlər üçlü spirtlərə. Necə? Bax düşün ki, CH3 CH2 OH verir. Bu nədir? Bax bu birli spirt. Niyə? Çünki bu hidroksil qrupunun, bax bunun birləşdiyi karbon Bu atomu eklidir. birlidir. Birlidir. Bax bu birlidir. Görsən bu Ya o birlidir. Bir demek dənə nə? eklidir. Bəli, bəli, etil spirtidir bu. Bu baxıram ki, nədir? Bax birlidir. Çünki niyə? Bundan bircə dənə karbon çıxıbdır. Yox, məsələn, mən verirəm CH3. CH, CH3, OH. Bu nədir? Bu ikilidir. Niyə? OH qrupunun birləşdiyi karbon atomu, birbaşa birləşdiyi karbon atomundan iki dənə əlavə karbon çıxıbdır. Nə olur? İkili. Deyirsən ikili karbon atomudur. Всё. Bildin? Bir dəfə də başa sala bilərsiniz müəllimə. Bəli, bax, bəli. Əgər deyirəm ki, bax belə verə bilər. CH3, CH2, OH. Bu nə deməkdir? Birli spirt atomu nə deməkdir? Əgər OH qrupunun birbaşa birləşdiyi karbon atomu, yəni bu. Əgər ondan bir dənə karbon çıxıbsa, olur birli. Yəni özünə bu bir dənə karbon birləşdirsə, deyirsən buna birli spirt. Bildin? Evet. Bax bu oldu birli spirt. Yox. CH3, CH, CH3, OH. Əgər Ha, OH burada qrupunun eklidir. birbaşa birləşdiyi karbon atomundan iki dənə əlavə karbon özünə birləşdiribsə, olur ikili. Aydındır? Evet. Evet. Yox. Əgər CH3 D, CH3, CH3, OH. Əgər OH qrupunun birləşdiyi karbon atomu birbaşa özündən Üçlü 3 eklidir. dənə karbon çıxardırsa, olur üçlü. Aydındırmı? Üçlü karbon atomudur axı. Ona görə deyirsən üçlü spirt. Всё. Başa düşdük bura qədər. Bakın. Birli, Evet. ikili, üçlü söhbəti budur. İndi bir dənəsi misal verirəm bunu mənə denən. Evet. CH3, D, CH3, CH3, CH, OH. Spirtlər də hər il qəbula düşən mövzulardan da çox diqqətli ol və uşaqların ən çox zəhləsi getdiyi mövzulardandır. Uzun gəlir. Amma sənə bir söz deyim. Əgər sən bunu birli atomu bildinsə, birli spirtləri öyrəndinsə, daha doğrusu bir atomlu spirtləri bildinsə, vəsiyo da ondan sonra ikilini su kimi götürəsən. Ha, indidən sonra ümumiyyətlə olanlar hamısı bir-birindən bağlıdır. Aldehidlər, ketonlar hamısı bir-birindən bağlı olacaqdır. Görəsən rahat qavrayırsan. Gəldik buna. İndi bax görün bu Burada, hansıdır? burada görürəm ki, CH, OH-a CH birləşib. Hı -hı. CH-dan əvvəlkinə baxıram karbona. Bəli, baba buna bax. Buna. Görürəm CH-a baxım. Ondan sonrakına, əvvəlkinə, sonrakına baxıram da, sonra karbona. Bəli, görürəm bura, bir də bura birləşdirib özünə. Bax bu CH neçəli spirt olacaq onda? Özünə Bir bir bu dənə radikal, ikili, ikili. Всё. Aydındır, ikili spirt. evet. Birin, Bir dənə də gəl verə bilərsən. birini də verəcəm, hə. Bax, qoy biraz çətinlik verim. CH3, CH. Denən görüm bu vəz neçəlidir? Bir dəqiqə. OH-a birləşənə baxıram. Karbon. Yəni birbaşa birləşən, bəli, budur. Neçə dənə karbon? Üçlü. Yox, karbon. Neçə dənə karbon birləşdirib özünə? 1, 2. 2 dənə İkili. karbon. İkili. İkilidir. İkili. Aydındır? Da hidrogenə OH-a baxma ha. Karbonlara bax. Məsələn, bax birini də verirəm. CH3, CH2, CH2, OH neçəlidir? Birli. Ay sağ ol. Bu OH-a birləşən karbon budur. Bundan da görsən bircə dənə xətt çıxıb bir dənə radikal ayrıcana birləşibdir. O nədir? Hə. Deyirsən birlidir. Bir. Всё. Başa düşdük bunu. Yaxşı, birini də gəl verim. Gəl birini də verim. CH3, CH3.
Denən görüm neçədir. İkili. Diqqətli ol. Bir dəqiqə. Karbon. OH-a birləşən birbaşa Yo, karbon yo, budur. mənim 3 dənədir, 3 dənə. Bir dənə Üçlü, bəli. yuxarıdan çıxır. Üç tərəfi də doludur Deməli, biri sağ karbonlularla. sol. Olur üçlü. Yaxşı, birini də verirəm. Səhv yazmayana qədər. Şah, denən görüm. Birli. Ay sağ ol. Bəli, birli. Niyə? OH-a birləşən karbona baxsan birbaşa. Bundan nə qədər xətt çıxıb? Bir cədər xətt çıxıb da nədir? Birlidir. Bəli. Söz. Aydındır. Bu birli, bax, ikili söhbətini konkret yadda saxla. Yəni düşür belə tipli suallar. Məsələn, bax, belə bir test verə bilər sənə. Deyər ki, spirtlərin, spirtlərin növünü tap. Məsələn, qoyur 1, 2, 3. Belə qoyur. Yazır məsələn bura propil spirti. Məsəl üçün. Bura yazır izopropil spirti. Məsələn, burada yazır bir dənə izobutil. Burada yazır izobutil spirti. Всё. İndi uşaq bilmir ki, bunu nə tədqiq etsin. Birli idimi, ikili idimi? Məsələn, A bəndinə qoyur ki, məsələn, birli spirt, imenli belə tipdə düşür. Qəbul tipi də topluza görəsən. Birli spirt, burada yazır ikili spirt. İkili spirt. Keçən il məsələ düşmüşdü məsələn heç bundan. Birli spirt, ikili spirt. Bura yazır məsələn. A-da yazır ki 1 ilə 2. Bura məsələn 3. Ya bura yazır 1 ilə 3. Bax bu qaydada da özün bildin. Bax məsələ tipi belə olur. Belə tipdə düşə bilir. Denən görüm necə olur. Propil spirti necə yazılacaq? Bax demişik ki propildə 3 dənə nə olmalıdır? 3 Propandan dənə gəlib də çevir bax. konspekti. 3 dənə karbonu düzürsən, bir dənə OH birləşdirsən, qutardı. Bura CH3, hidrogenləri öyrətdiyim qaydada düzürük. Bu nədir? Propil. Yazsan bura 1. At 1-1. İkinci. Demişəm izopropil. İzopropilin quruluşu necə yazılırdı? 4 dənə karbon istifadə olunurdu burada. Sadəcə quruluşu belə olurdu. O biri də Quruluşunu dəyişir. aşağı. 4 dənə deyirəm. Bu izoputili yazdım. 3 dənə də izoputili yazdım. İzoputildə 4 dənə karbon butildir. 4 dənə karbon olur bu quruluşda. Bura bir OH. O İzopropildə biri də isə 3 dənə. hə, rəqəmləri də özün başa düşdün, səhv yazdım, səhv qarışdırdım. İzopropildə isə sən bax propil deyir. 3 dənə karbondur, sadəcə quruluşunu dəyişsən, izomerləşdirsən. Burada Bəli. bir OH atsan, qurtardı. İndi təyin elə görüm bu neçəli spirtdir, bu neçəlidir, bu neçəlidir. Birinci birli spirt. Bu nədir? Bu deyirsən birlidir. Niyə? Birli. Çünki OH-ın birləşdiyi birbaşa bu CH-dan bir dənə xətt çıxıb, bəli, düz deyirsən, birlidir. Sonra denən görüm, indi buna izobutildə. İkili spirt. Bu neçəlidir? İkili. Birli, ikili. İkili, 2. Niyə? OH-ın birbaşa birləşdiyi karbona bax budur. Karbona nə qədər xətt çıxıb? Bircə dənə. Və aşağıdakı Bu, ay bax, buna bax. OH-ın birləşdiyinə bax. Bu deyib, bu karbondan gedir söhbət. Bundan. birli də oldu. Birlidir. İndi buna bax. Bu neçəlidir? Bu da Propil. birlidir. Bəli. Çünki niyə? OH-ın birbaşa birləşdiyi karbon budur. Yox, izopropil. Bu ikilidir. Səhv dedim bunu. Bu karbona bax 2 dənə xətt çıxıbdı. Nədir? İkilidir. Başa Orada da düşmədin? belə idi. Bax, burada fərqlərə bax. Bu OH-ın birbaşa birləşdiyi karbondan bircə dənə xətt çıxıbdı. Bircə dənə. Və radikalı birləşdirib özünə. Amma burada OH-ın birləşdiyi karbondan ikicə dənə xətt çıxıbdı. Nə çatmadı? Hə, bildim. Bildin? Gəl birində verirəm. CH3, CH2, tutalım CH, OH, CH3. Bax bunu verib. Bu neçəlidir? İkili. Bəli. OH-ın birbaşa birləşdiyi karbon budur. Bundan nə qədər xətt çıxıb? 1, 2. Deyirsən 2-lidir. Всё. Qurtardı. Gəldi indi izomerliyinə dəniz. İzomerlik.
İzomerlik, quruluş və vəziyyət izomerliyi var bunlarda. Quruluş izomerliyini əvvəlki dərsimizdən də bilirik, vəziyyət də əvvəlkindən bilirik. Sadəcə indi bir dənə üstündən keçim yenə. Bax, quruluş izomerliyi deyəndə karbon zəncirinin quruluşuna görə dəyişir izomerlik. Vəziyyət izomerliyi deyəndə OH qrupun yerinə görə dəyişir izomerlik. İndi gəl məsələn, bax, yazım, bax, CH3, CH2, OH. Bax budur. Mən bu nədir? Etil spirtdir. Mən bunu götürürəm CH3, CH2OH. Bax, mən burada nə yaratdım? Yerin dəyişir. İzol, nəyin yerini dəyişdim? İzomellik yarat. Nə, Yarasını yaratdı. nə O OH-ın aşın yeri, yerini dəyişdi. OH-ın yerini dəyişdimsə hansı izomerlik olacaq? Vəziyyət. Vəziyyətini dəyişdim Vəziyyət. də bunun. Vəziyyətini. Hə, Bax, amma yox. Karbon qrupunun yerini dəyişdirəmsə, tutalım ki, bax məsələn, olsun belə. CH3 olsun CH, olsun başqa CH2, burada olsun bir CH2, yox CH3, burada bir olsun OH, burada bir OH. İndi mən bunu salmaq istəyirəm. Deyək ki, quruluş izomerliyi ilə. Neyləyəcəm? Quruluş o izomerliyi ilə. haşa aşağı sal. Qurulursa Quruluşa, vəziyyəti yox, quruluşa salıram. Quruluşa salanda CH3 neyləyəcəm? Bax, bunu mən gətirərəm. Bu CH3-ü bir ataram bura. Üstə quruluşun. CH3 gətirib yerini yuxarı qaldırır. Aysa lap ürəyim istədiyi yerə qoyuram da nə olur onda? Demək bu olur nə? Quruluş izomerliyi. Əgər karbon qrupunun yerini dəyişirəmsə olur quruluş, OH-ı dəyişirəmsə olur vəziyyət. Aydındır? Və Ay, quruluşla vəziyyət budur ha. Yadda saxla. Sonra özü də bu arada quruluş izomerliyi bax şeydən başlayır. Butanoldan. Yəni 4 dənədən sonra başlayır butanoldan. Dördüncü nümunədən başlayır. ay. Gəldi indi məsələn, bayaq butanolu yazdım. Məsələn, sənə verirəm CH3, CH2, CH2, OH. Deyirəm ki, bu nədir? Propil spirtdir. Deyirəm mən bunu istəyirəm vəziyyət izomerliyinə salam. Neyləyəcəm vəziyyət izomerliyinə salanda? Artıq CH3-ü aşağı salacağım. Vəziyyət dedim, vəziyyət. Vəziyyət deyəndə Vəziyyətdə oksigen, vəziyyət OH-a deyəndə görə gedir. OH qrupunun yerini dəyişirəm. Gətirib ürəyimi istəyir, qoyuram bura. Vəziyyət deyəndə Dəniz OH qrupunun yerini dəyişsən. Quruluş deyəndə CH qrupunun, yəni karbonlu qrupun yerini dəyişsən. Sildim, yanına salsam da birində verir. Vsyo. Yaxşı, gəl indi bir dənə məsələn verirəm. C4H9OH. Bu nədir? Butanoldur. Deyirəm bunu quruluş izomerliyinə görə dəyiş. Neyləyəcəm? Normal butanolu yazaq. 4 dənə karbon. Bir dənə də OH. Vsyo. Bu normal yazdığım. Daha sonra neyləyəcəm bunu? Vəziyyəti deyəndə OH-ı aşağı salıram. Bəli, vəziyyət deyən kimi OH-ı bura gətirəcəm. Daha doğrusu bura yoxdur. Bu eyni karbona birləşmə. Bura gətirəcəm, bura gətirəcəm. Yəni vəziyyətini dəyişəcəm. Niyə bura gətirmirəm? Çünki Hə. burada OH nə fərq var? Ya karbon burası oldu, ya burası oldu. Elə bir əlini yox, ayağına yapışdırsan. Sən müxtəlif karbona aparmalısan OH-ı. Mən hə gətirib bura qoysam, vəziyyət yaranır. Yox desəm, bəs quruluşa sal bunu. Necə eləyərsən quruluş izomerliyində? Quruluşda karbonu şey eləyəcəm. OH-ı yuxarı qaldıracağam elə bir, ya da karbon yerində dəyişəcəm. Məsələn, bax belə yaza bilərəm. 3 dənə karbon, məsələn, karbon birini atdım bura, OH-ın da birini atdım bura. Vsyo, eyni qaldı. Bir Karbonu dənə yuxarı karbon götürdüm. qaldıracağam. Bəli, Karbonu dəyişdi yuxarı. formasını. Bəli, başa düşdün? Və bu olur artıq və quruluş izomerliyi. OH-ın yeri olduğu Hə. kimi qalır. Sadəcə mən bunun karbonun yerini dəyişmişəm. Oldu quruluş izomerliyi. Gəldim nəyə? Siniflərarası izomerliyə. Bunlarda siniflərarası izomerlik var. Siniflərarası izomerlik nə deməkdir? Elə bil ki, həmişə dediyim kimi, bir var Sevinçgilin sinifi, bir var Dənizgilin sinifi. Sevinçgilin sinifində də, Sevinçgilin sinifində də. Tutalım ki, Rauf adlı uşaq oxuyur. Rauf. Dənizgilin sinifində də Rauf adlı uşaq oxuyur. Amma Raufun O bu fərqli, Dənizgildə fərqlidirlər. oxuyan Rauf hündürboy, qəşəng oğlandı, dəmi qara saç, qara göz, belə oğlandı. Sevinçgilin sinifində oxuyan Rauf da cılız, dəmi sarışın, marşın, belə oğlandı. Görürsən fərqlidir. Gördüyün quruluşlar fərqli, amma ikisinin də adı nədir? Raufdur. İkisi də eyni şeydir. Görünüş də eynidir. Bax, indi bunlarda da elə, sinif-ərası izomerlikdə də belə. Məsələn, bunlar nə ilə yaradırlar sinif-ərası izomerlik? Bunlar bir atomlu spirtlər. Sadə efirlərlə bir atomlu spirtlər olur
sinterarsiz izomerlik necə? Məsələn, bax, SK6 o. Bu nədir? Və yaxud da SK5OH eyni şeydir də bu. Nədir bu? Etil spirtidir. Etil spirtini yazanda belə yazırsanmı? SH3, SH2OH. Bu belə. Amma Bəli. dimetil efirin yazanda isə belə yazırsan. Bax, sadə efirləri. Efirləri indi keçəcəm, belə yazılır efirlər. Sadə efir nədir? Oksigen yazırlar. Oksigenin sağında, solunda eyni Oksigen şey ortada olursa, yazılır elə bir də. bəli, oksigeni ortadan yazsan, qıraqlara atırsan SH3-ləri. Bu niyə sadə efir adlanır? Bu arada deyim. Əgər oksigenə birləşənlər eyni şeydirsə, olur sadə efir. Yox, müxtəlif. Bu məsələn SH3-dür, bu SH5-dirsə, olur mürəkkəb efir. Yəni mürəkkəb orada iki Bəli. tərəfdə fərqli olur. Bu sadə efirdir, iki tərəfdə eynidir. Bax bunlar görsən ikisi də SH6 O-dur, ikisinin də adı eynidir, amma nədir? Görsən fərqlilikdir. Fərqli-fərqli yazıldılar, fərqli-fərqli göründülər. Aydındır? Bəli. Başa düşdük. İndi gəldim Bəli. nəyə? Optiki izomerliyə. Yenə əvvəlki dərsimizi qəşəng oxuyan uşaq, optiki izomerlik mən bilir ki, nəyi deyirəm optiki izomerlikdə. O dörd Optiki dənə birləşirdi. ay sağ ol, bəli. Yenə eyni şeydir. Karbona, buna asimetrik karbon da deyirlər. Karbona elə 4 dənə radikal birləşdirməlisən ki, dörd tərəfində də müxtəlif radikallar olsun. Müxtəliflik olsun dörd tərəf. Amma dörd tərəfdə dolu olsun. Məsələn, bura bir OH düşsün, bura bir CH3 düşsün, bura bir hidrogen düşsün, bura bir CH3 düşsün. Məsələn, bu deyəcəm ki, nədir? Bu optik izomerlikdir? Yox. Niyə? Çünki CH3 eynidir, bax, iki tərəfi. Yox, mən bunu götürüb C2H5 eləyən kimi olur optik izomerlik və asimetrik karbon həmişə belə başında ulduz kimi işarə olunur. Aydındır bu da optik izomerlik. Yəni, Yəni karbonun bir sözlə dörd tərəfi dolu olmalıdır və dörd tərəfindəkilər fərqli-fərqli radikallar olmalıdır, fərqlilik olmalıdır. Dörd tərəfli fərqli bir quruluşda olmalıdır. Yox, eynilik olsa, məsələn, burada belə oldu, burada belə olsa fərqli deyil. Bu asimetrik deyil. Gəldim indi nəyə? Asimetrikliyə aid bir dənə sual verməyə. Məsələn, denən görüm. Karbon, CH2, CH3, hidrogen, OH, CH3. Asimetrikdir bu. optik izomerdir, bəli. Yaxşı, bu neçəlidir? Düz deyirsən. Asimetrik. Neçəlidir? Birlidir, ikilidir. Növü nədir bunun? Neçəli spirtdir, onu demək. Bəli, neçəli spirtdir bu? Bilir. Bəli. Niyə OH-ın Bilir. birləşdiyi birbaşa karbondan iki dənə karbonlu Bəli. qrup çıxıbdır. İkili, düzdür. Bəli. Gəldim indi adlandırılmasına. Çox rahat. Yenə əvvəlki dərsimizi bilən uşaq göydə götürəcək bunda. Gəldik tarixi adlandırılmasına. Tarixi adlandırılması metil spirtinin, yəni əzəldən bəri adları olanlardır. Tarixən alınan adlardır. İki dənədir. Bəli. Metil spirtinin adı, metil spirtinin adı oduncaq spirtidir. Oduncaq spirti. Etil Bəli. spirtinin adı çaxır spirtidir. Çaxır. Vsyo. Metil, etil. Bu ikisi hə, etilə həm də çaxır spirti də deyirlər. Amma metil spirtinə Bəli. oduncaq spirti deyirlər. Tarixi iki dənə ad var. Vsyo. Heç bunlar da çox vaxt düşmür. Əsas düşür beynəlxalqla Bəli. səmərəli. Ən çox da beynəlxalq düşür. Səmərəli necədir? Səmərəlidə doymuş bir atomlu spirtlərə karbinol deyirlər. Bax, karbinol. Karbinol nədir? Karbinol metanol deməkdir əslində. Metanolon törəməsi kimi baxırsan. İstəsən sonuna karbinol deyirsən. Məsələn, bax CH3 OH. Nə deyəcəksən? Deyəcəksən ki, metil karbinol və yaxud da eləcə karbinol. Metili demə, karbinol. Çünki buna Bəli. həmişə metanolon törəməsi kimi baxırsan. Məsələn, verdi sənə CH3, CH2, OH. Bax burada. Neynirsən? Bax bu OH-ın Etil birləşdiyi karbonat. bax, həmişə qulaq as, bax, OH-ın birləşdiyi hissəni yumuruq. OH-la bir yerdə olanı. OH-ın elə bil əlində tutduğu karbonu götürürsən həmişə. Yerdə nə qaldı? Bir dənə metil. Deyirsən ki, metil Et, karbinol. karbonat. Bəli. Və yaxud da Hə, metil bildim. metanol da deyə bilərsən. Metil metanol. Belə də deyə Bəli. bilərsən. Aydındır? Bəli. Məsələn, gəl birində verim. CH3, CH, OH, CH3. Denən görüm bunun adını. Dimetil karbonat. Karbinol, bəli, düzdür. Bax, OH-ın Bəli. əlinə tutduğu karbonu yumurladım, yerdə qaldı dimetillər. Deyirsən dimetil karbinol və yaxud da dimetil metanol. Metanol, belə də deyə Bəli. bilərsən, fərqi yoxdur. Sonra gəldim birində verməyə CH3, CH, CH3, CH, OH, CH3. Nədir bunun adı? Hə,
S3, OH OH-ın əllə tutduğu haradır? OH-ın əllə tutduğu buradır. bir SH birləşir, bir də SH birləşir. Bəli, Aysel, bu ikisinə birləşir. Sən ümumi radikalları adlandır. Denən görüm. Metil, Propil, metil, propil, izopropil, karbonat. Aysel. Düzdür. Metil, izopropil, karbinol və ya da metanol. Düzdür. Evet, Bu qaydada səmərəlini başa düşdükdə çətin bir şey yoxdur. Əvvəldən evet, bildiyimiz. Gəldik indi evet. beynəlxalqa. Bu Beynəlxalqda dəldələri eyni nömrələmə. Bəli, əvvəldən bildiyimiz əvvəlki şeylərdir. Ən uzun karbon zəncirini seçməlisən. Karbon atomunun nömrələnməsini aparmalısan. Radikalın birləşdiyi karbonların nömrəsini, radikalların adını deməlisən. Sonda da OH qrupun birləşdiyi karbonun nömrəsini qeyd etməlisən. Bax, belə deyək. Məsələn, tutalım ki, CH3, CH, CH, CH2, CH3, bir də bura bir OH, bura bir CH, burada bir CH3, belə bir şey veriblər. Deyir, bunu adlandır. şimdi Neyini? OH arayacaqsın da oradan götürərəm də. Asıl. Bəli, bəli. OH elə eləməlisən ki, SH bəli, burada ən çox başqa OH-a OH-a yaxın olan ucdan. buradan, Hardan? Buradan. buradan Asıl. Buradan gərsənsə, denən görüm. düz getdin. 1, 2, 3, 4, 5. Belə də gedə bilərsən. Belə də gedə bilərsən. Hə, düzdür, ola bilər. Belə gedə bilərsən. Düzdür. Sonra Düzdür. düzdür, düzdür. Bir, Belə də gedə bilərsən, belə də gedə bilərsən. Düzdür. beş. Hı, aha, əla. Sonra buyur. Nə deyəsən? İndi üçdən çıxıb da. Bəli. Gör nə var? Deyirsən 3. 3-dən çıxanların adı nədir? Bu SH idi bu arada. 3 nə? 3. Üç, deməli etil, Aysal. 3 etil. Sonra. karbin, Yox, karbinol. karbinolu hələ saxla. 3 etil. Sonra. Gör nəsə var Sən də adlandıracaq. çıxır. 5-in adı Sən nədir? də 5-in adı nədir? hə, beşinci şey, heksan. Yox, heptan. Heptin olacaq da, heptil. Yox. 5-in adı nədir? Bir dəqiqə. 5-in adı. CH4 etil idi. O biri metil, 3 propil, butin, butil, heks. Pentan. Pentan. Hə, pentan, hə, pentil olacaq onda. 3 etil pentanol. Pentanol. Axırına ol Pentil əlavə olacaq. etsən. Nə? Pentanol. Bəli. O 3 şey etil yerine pentanol. Pentanol 2. Hardan da OH çıxıbdı, nömrəsini qeyd edirsən. Pentanol bir 2. indi verərdim də mənə. Yaxşı, birində Özüm. verirəm. Bu yazdığını sil. CH3, CH, 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 CH3, 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 OH buyur. Adlandır görüm. Deməli, buradan adlandıraram. Ahistə ol, bəli. Düz deyirsən. OH-a yaxın olan tərəfdən 3, 4, əla. 3, 4. Sonra. dimetil, Əla. Sonra. dimetil, o bir adı neydi o şeyin Pentanol. dediyimizin? Pentan. Metanol, Pentan. evet, pentanol, Pentanol. Aha. metanol 2. Yox. Əla. Pentanol 2. Bəli. Baxdıq. Xəttədik. 3, 4. 3-dən 4-dən çıxanlar nədir? Dimetillərdir. Bax, metil, metil. 2 dənə metil qrupu var deyə dedik dimetil. Sonra 5-lə qutar deyə adını dedik pentan. Axırına ol əlavə elədik. Pentanol. Aha, sen de OH-ın çıxdığı dedin yerə əlavə elədik 2. Nədir? ya. Tek o şey diyordum hani. Hı. İndi bunu da sil birində verim. Bax, CH3, CH, C, C, CH3, CH3, 3, CH3. Burada bir üstün OH. Burada ya bura bir CH3 yazın. Burada bir CH yazın. Bura yazım OH. Necə olacaq bunun adı? Buradan ceda. Burada hardan geçse farkı yok burada. Aysın. Hardan getsən fərqi yoxdur. Yani ikisi de 3'e düşürdü onu demek istedim. Hə, olar. 1, 2, 3. Yox, yox, yox. Fərq yaranacaqdır. 1, 2, 3 yox. Fərq yaranacaq. Bilsən neynə? Harda radikal çoxsa, şaxə çoxsa oradan başla. Əgər belə düşünürsənsə, məsələn, OH-a düşür, yenə bax harda şaxə çoxsa oradan nömrələ. Şaxə çox olan tərəfdən nömrələməlisən.
Onda Tərsinə hə, nömrələ. 1, 2. hə, Tərsinə. 1, 1, 2, 3, bəli, 4, 5. bəli. Çöldə qalanları adlandır. Nə? 2 Aha, 2. Ha, yaz. metr, 2-dən nə qədər çıxıb? 2-dən 2 dənə xətt çıxıb. Baba 2-dən. 2, 2. 2 metr, 2, 2. hə, Hələ dayan. Sonra hamısını denən. Yığ bir yerə. 2, 2. 2, 2, Sonra sonra 4, yox 3 də var. 3, 3, 4. 4. Aha, 3, 4. Sonra. İndi adlandırım. Yox, 3, 4 nədir? Yox, Tetrametil. bir də Adlarını denəndə təcrübə. bunlar nədir? 4 dənə olan adı nədir? Tetrametilli. Metil Tetrametr, qrupunda. tetrametr, Tetrametil. 4 dənəyə tetra deyirəm. Tetrametil nə? 5-in pentanol, iso, pentanol. pentanol 3. Vsyo, qurtardı. Aydındır. Adlandırmadır. Adlandırmanın Hə, yəni bir də indi sil, bir dənə də üstündən keçəcəm özüm. Bir dənə sil bunu. hə, elədim. Sildim. Bax, bir də üstündən keçirəm. Keçir. Əgər mənə Hə, CH3, CH, CH, OH, CH3, CH, CH3, məsələn, C2H5 belə tipli verirsə, ümumi adlandırma, beynəlxalq adlandırmada. Çünki videonun səndən sonra da izləyən uşaqlar olacaq, elə qaranlıq qalmasın da deyim bir yoluq. Və burada ən birinci eləyəcəyimiz nədir? Baxırıq OH qrupuna yaxın olan tərəfdən nömrələyirsən. Məsələn, mən düşünürəm ki, 1, 2, 3 bura düşür. 1, 2, 3 bura düşür, fərqi yoxdur. İndi radikal hansı tərəfə çoxdursa, oradan başda adlandır. Görürəm ki, elə burada da radikal bura düşür. Burada da bir dənədir hər tərəfdə radikal. Ona görə başlayıram, ürəyim istədiyi tərəfdən nömrələyirəm. Mənim ürəyim istəyir sıra ilə getmək. 1, 2, 3, 4, 5. 5 dənə nömrələdim. Daha sonra buradan çıxanlar, bax bu xəttdən çöldə qalanların adını deyirəm. Xəttdən çöldə 4, qalanlar nədir? 2 adlarını bir-bir görürəm ki, bax xəttdən çıxanlar fərqli-fərqli şeylərdir. Onda bir-bir adlarını deməliyəm. Yox, burada da SH3 olsaydı, onda 2, 4 yazardım. 2 vergül qoyub bir yerə yığardım da. Yox, görürəm ki, amma bu 2-dən çıxan adı başqadır, 4-dən çıxan adı başqadır. 2-dən çıxan adı nədir? Metildir də. Deyirəm 2 2, metil. Bu SH5-in adı nədir? 4 etil. 2, 5-in adı. Daha sonra xəttin ucu qurtardığı pentanol nömrədir. Pentanol. 5-in 1. adı pentanol. Gör hardadır OH qrupu 3-də. OH-da 3. Pentanol. Yox. Başa düşdük. Bəli. Qurtardıq. Bu da oldu bizim üçün belə. Qurtardıq. Məncə başqa bir sualımız qalmadı buradan. Bir dənə qalır alınması və davamı. Onu da ki, sən mənə təzə qayda at, Dəniz. Oradan gedək. Alınmasına deyim. At. Düzmür.